Salam, xoş gəldiniz Bürcülərin Səsi Astro Zodiac kanalına. Bugün hər bürcü tək bir cümlə ilə deyəcəm. Amma elə bir cümlə ki, bəziləri öz bürcünü eşidəndə bir anlığa duruxacaq və həmin cümlənin arxasında nə gizləndiyini də izah edəcəm. Elədirsə, başlayaq. Qoç. Qoç sevirsə yanar. Sevmirsə külü də qalmır. İnsanların dözə bilmədiyi də elə budur. Qoç çox açıq bürcdür. Kimə nə hiss edirsə onu göstərir. Nə oyun oynayır, nə gizlədir. Səni istəyirsə səni müdafiə edir. Yanında dayanır. Hətta bəzən özündən də çox düşünür. Amma istəmirsə bir düymə kimi söndürür. Heç niyə belə oldu deyə bilmirsən. Onun bu kəskinliyi çoxlarını incidir. Amma qoçun təbiəti budur. Yarımçıq hisslərlə yaşaya bilmir. Buğa. Buğanın qapısı bir dəfə bağlanırsa, o qapının açarı artıq istehsaldan çıxır. Buğa sabitlik bürcüdür. Bir insanı həyatına salana qədər çox düşünür, çox sınayır, önəmsəyir. Amma xəyanət, yalan, güvənsizlik gördüyü an beyni klik edir. O qapı bağlanır və buğa geri dönüş etmir. Çünki onun üçün ən böyük xəzinə təhlükəsizlikdir. Bir dəfə pozuldu mu, sanki içindəki torpaq çatlayır. Əkizlər. Əkizlər sən danışanda artıq sənin sözündən bezib, beynində başqa mövzulara keçib. Əkizlərin zehni hiperaktivdir. Onda eyni anda 5 fikir, 3 plan, 2 ssenari olur. Ona görə də insanlar tez-tez məni dinləmir deyə düşünür. Amma dinləyir. Sadəcə zehni daha sürətli işləyir. Onun yanında olmaq üçün ağıllı temp lazımdır. Yoxsa geridə qalınır. Xərçəng. Xərçəng səni incitməyi bacarmır. Amma incitsən, səssizlik insanı dəli eləyir. Xərçəng çox duyğuludur. Qısqanclığı, qırılması, sevgisi, hər şeyi dərin yaşayır. Ona görə də kimsə onu incitdikdə xərçəng dava salmaz, qışqırmaz, sadəcə susar. Amma o səssizlik var ha, adamın zehnini yandırır. Çünki xərçəngin susmağı bitdim deməkdir. Şir. Şir diqqət istəmir. İnsanlar özləri ona yönəlir. Çünki enerjisi maqnetikdir. Şir bərq vurur. O özünü bəzəyir, gözəl göstərir, özünə baxır. Çünki bunu sevir. Onun yanında olmaq isə insana özünü yaxşı hiss etdirir. Şir təkcə xarici görünüşlə yox, iç enerjisi ilə də diqqət çəkir. Buna görə də insanlar onu mərkəzə qoyurlar. Şirin bunu istəməsi deyil, əsas. Bu, şirin xarizmasıdır. Qız. Qız səni düzəltmək istəmir. Sadəcə səni itirə-itirə sevmək istəmir. Qızın tənqidi sevgidəndir. O mükəmməllik axtarmır, sabitlik və səmimiyyət axtarır. Əgər kimsə məsuliyyətsiz, dalğın və ya əlaqəsizdirsə, qız özünü narahat hiss edir. Ona görə belə et, elə et deməsi tənqid deyil, qorxudur. Çünki onu sevən insanı itirməkdən çox qorxur. Bunu göstərmir. Tərəzi. Tərəzi seçim etmir. Çünki bir qərarın bir ürəyi qırmasından qorxur. Buna öz ürəyi də daxildir. Tərəzi üçün harmoniya hər şeydir. O bir insanın belə inciməsini istəmir. Buna görə də qərar verəndə 500 dəfə düşünür, tərəddüd edir, uzun çəkir. Bu zəiflik deyil, empatiyə sahib olmaqdır. Tərəzinin gecikməsi onun ürəyinin ağırlığıdır. Əqrəb. Əqrəb qisas almır. Səni həyatından çıxarır və o yoxluq insana cəza kimi yetir. Əqrəb dərin, hissiyatlı, sezgilidir.
O bir dəfə xəyanət, yalan, oyun gördümü, bitdi deyir. Amma o bitişdə qışqırıq, dava, dram yox, səssizlik var. Əqrəbin səni həyatından silməsi insana ən ağır dərsdir. Çünki əqrəb birini sevirsə çox sevir, sevmirsə heç görmür. Oxatan qaçmır. Sadəcə yalanın, məcburiyyətin və ağırlığın olduğu yerlərdə qala bilmir. Oxatan həqiqət axtaran bürcdür. Yalanı hiss edir, sıxıntını hiss edir, saxta enerjini hiss edir. Ona görə də birdən-birə uzaqlaşanda insanlar qaçır deyir. Halbuki oxatan sadəcə öz ruhunu qoruyur. Onun azadlığı qaçmaq deyil, doğru yerdə olmağıdır. Oğlaq soyuq deyil. Sadəcə çox yanıb, artıq istini də ehtiyatla qəbul edir. Oğlaq təkəbbürlü deyil, özünə qalxan qurub. Çünki o güvəndiyi insanların belə dəyişdiyini görüb, ona görə emosiyalarını gizlədir. Az danışır, çox müşahidə edir. Əslində içində çox yumşaq bir ürək var. Sadəcə o ürəyə yol tapmaq çətindir. Dolça uzaqdır. Çünki düşüncələrini paylaşsa, çox adam ya inciyər, ya da anlaya bilməz. Dolça bənzərsizdir. Düşüncələri də, baxışı da, həyat fəlsəfəsi də fərqlidir. Buna görə insanlar onu soyuq zənn edir, amma o soyuq deyil. Sadəcə qeyri-adi dərəcədə realist və ağıllıdır. Dolça öz iç dünyasını hər kəslə paylaşmır. Çünki çoxları bu dərinliyə hazır deyil. Balıq həssas deyil. İnsanların kobudluğu onun ruhunu çox incidir. Balıq hər şeyin alt qatını hiss edir. Tonunu, niyyətini, enerjisini o qədər dərin hiss edir ki, bu dünya ona biraz sərt gəlir. Buna görə bəzən özünə qapanır. Amma bu zəiflik deyil. Bu güclü empati və hədsiz duyğunun ağırlığıdır. Hiss edərək yaşamaq çətin, amma gözəldir. Balıq bunu bilir. Hansı bürcün cümləsi sizə ən çox toxundu? Şərhlərdə yazın. Mən də görüm ən çox hansı bürcü daha dəqiq təsvir edə bilmişəm. Yeni videolarda daha dərin analizlər gələcək. Buna görə abunə olmağı və kanalı izləməyi unutmayın. Görüşərik.